Demek. Yani bu 28.900 eyni şeydə rəqəmlər deyəndə hətta. Biz rəqəmlərdə sadəcə bir eyni misaldır. Hər şey total execution time falan. Nöqtəsindən və cümlə kimi. Sadəcə fərq odur ki, burada x4 ilə 9 arası, burada 5 ilə 10 arası qiymətlər alır. Bunları bağlayaq bu tabları. File sistemindən alırıq. Onsa qısa misallı rahat yazır. Round robin məntiqi necə işləyir? Təzə alqoritmdir bu. Başqa heç bir sual yoxdur. Bir dənə bu sual da var. Çox rahat alqoritmdir. Hindistan videolarını və ya barda içki düzəltmə videolarını və s. görmüşsə YouTube'da 4 dənə və ya 3 dənə belə bir qab var. Tutaq ki 3 dənə stəkandır. Kuru qabı o işləyir, yəni bəs alacağım. Tutaq ki bu 3 dənə stəkana limonad düzəltməyə lazımdır. Birinci 3 dənə stəkanın 3-ünün də suyunu qoyur. Sonra qayıdır buz qoyur. Buna buzunu qoyur, buna buzunu qoyur, sonra buna buzunu qoyur. Sonra qayıdır nə qoysun? Şey qoysun, şirə qoysun. Bunun şirəsini qoyur, bunun şirəsini qoyur, bunun şirəsini qoyur. Sonra qayıtsın çöp qoysun. Soğurmada necə deyim? Məsələ bildirsək, köpü soxun çöpünü. Bunun üçün qoydu, bunun üçün qoydu, bunun üçün qoydu. İşləmə məntiqə belədir. Deyir ki, P016, P1X, X4 ilə 9 arasında qiymət 7 deyək. P2, 2-dirsə bu nədir? Və quantum time 4-dür. Quantum time nədir? Yəni bir kuruqda hərəsinə 4 saniyə işlədir. Birinci kuruq 16, 7, 2-də düzdür. 16, 7, 2. P0, P1, P2. Birinci kuruqda hərəsinə 4 saniyə işlətdi. Birinci kuruq. 4 saniyə işlətdi. 12 qaldı. 4 saniyə işlətdi. 3 qaldı. Buna 4 saniyə işlətmir ki, 2 saniyə olduğu üçün 2 saniyəni işləyir, qutarır. 4-cü saniyə ehtiyac yoxdur. 0 qaldı. Nə qədər işlətdi? 4 burada işlətdi. 4 burada işlətdi. 2 burada işlətdi. Total 10 saniyə işlətdi. Gəldi ikinci kuruğa. İkinci dəfə kuruq vurur. 4 burada işlətdi, 8. 3 burada işlətdi, yenə qutardı. Çünki 3 işlədir, qutardı. Artıq 4-cü saniyənin yenə sinəndə işinə qalır. 3 burada işlətdi, 0. Demək ki, ikinci kuruqda neçə saniyə işlətdi? İkinci kuruqda 3 saniyə, buradan 7 saniyə işlətdi. Üçüncü kuruqda nə oldu? Üçüncü kuruqda 4 saniyə burada işlətdi, 0 da bura qutardı. Total 4 saniyə. 4-cü kuruqda da yenə son 4 saniyəni işlətdi. Bura 0 qaldı. Və 4 saniyə. Totalda belə yazmalısınız. Yəni əslində teorik olaraq 16 plus 7 plus 2 ilə də cavab eyni şey çıxır. 17, 8, 25 saniyə total işlətdi. Amma bunu 10 plus 7 plus x kimi yazsaz, 16 plus 2 plus x kimi yazsaz mənim bal verməyəcək. Belə bir yazmalısınız ki, round 1-də 4 saniyə P0-dan getdi, 4 saniyə P1-dən, 2 saniyə P2-dən, round 2-də belə oldu, round 3-də belə oldu, round 4-də belə oldu. Bu qədər qaldı. Yəni bunu bir cədvəl şəklində mi, ya bir Word-dən mi yazmalısınız? 29-da eyni sualdır. 28-dən 29-u belə izah eləmiş olduq.